Meyvələr və istifadə qaydaları. 1. Meyvələr vitaminlərin və antioksidantların böyük bir mənbəyidir və bədəndəki zərərli şeylərin aradan getməsinə səbəb olurlar. 2. Əgər meyvələr orqanik şəkildə və dərman, zəhər səpilmədən yetişdirilmiş olarsa, onları qabığı ilə birlikdə istifadə etmək olar. Lakin dərmanlanma və digər problemlər səbəbindən meyvələrin qabığının soyulub, sonra istifadə olunması tövsiyə olunur. 3. İmam Sadiqin tövsiyəsinə və İbn Sinanın vurğusuna görə hər fəsildə həmin fəsilin meyvəsini istifadə edin. Çünki hər fəsilin özünə məxsus meyvəsi vardır. 4. Meyvələr yaşa, mizaca və iqlim şəraitinə uyğun şəkildə bölünərək istifadə olunmalıdır. Bəzi təbiətlər üçün bəzi meyvələr zərərlidir və problemlər yarada bilər. 5. Meyvələrin çox istifadəsi zəiflik yaradır. 6. Meyvələrlə birlikdə su içmək çox zərərlidir. Xüsusilə də susuzluq gətirən üzüm kimi meyvələrdə. Bu, susuzluğa səbr etmək tövsiyə olunur. Yədimizdən sonra meyvə yeyə bilərik ki, bu da təbiətin yumşalmasına səbəb olar. Qarını yumşaldır, lakin həzmə zərər edir. Ən yaxşı yol meyvə istehlakında orta həddi qorumaqdır. Bir növ meyvə yeyilsin və onunla birlikdə su içilməsin. Həkim Çordəfşari.